İndi bunun kubunu deyəndə nə edəcəyik? 1000 kub metr alınır. Oldu mu uşaqlar? Başa düşdünüz deyəsən. 1 metrimiz neçə santimetrdir? 100. Əgər kuba çevirəndə necə olur? 100'ü 2 dəfə, 3 dəfə bir-birinə vururuq. 100'ü 3 dəfə sıfırlarını artırırıq. Nə qədər olur? 6 dənə sıfır. 6 dənə oldu mu uşaqlar? Bəli. İndi keçirəm dərslərimizi eləməyə. Birinci tapşırığa baxıram. 1 santimetrimiz 10 metrdir. Ancaq kub metri neçə millimetrdir? Millimetr yazmamışam uşaqlar. Aha, 1 santimetrimiz 10 millimetrdir. 1 kub santimetrimiz neçə millimetrdir? 10.000 kub metrdir. İndi 12'ni vuracağım 10.000'e yazıram. 12 kub santimetr bərabərdir 12.000 kub millimetr. Burada uşaqlar dəyişən içinə yoxdur. Bunu yazmıram. Eyni ədəd alınır. Orada səhv gedib, yəni bu nədirsə eyni bir ədəddir də uşaqlar bilirsiniz. Nəyisə çevrilmək yoxdur. İndi keçirəm santimetrin kubunu. 1 metr kub metrimiz neçə santimetr kub metrdir? 1 milyon. Əgər santimetrin kub metrə çevirəndə isə nə edirəm? 1 milyona böləcəm. 25.000 kub santimetri millimetrin kub metrə çevirəndə 1 milyona böləcəm. 3'dən 0, 3 sıfırı aparır. Baxın, 3'dən 0 qaldı. 0 mində 25 kub metr. Keçirəm 15.000 kub metri, desimetr kub metr. Baxırıq, 1 desimetrimiz neçə millimetrdir? 100 millimetrdir. Ancaq 1 kub desimetr neçədir? 1 milyon. İndi keçirəm. 15.000 kub millimetri çevirirəm kub desimetrə. Baxın, kub desimetrə. Onda çevirəndə nə edirəm? 1 milyona böləcəm. Baxın, 15.000'i böləcəm 1 milyona. 3 sıfır, 3 sıfıra aparır. 15'i 1000'e böləndə nə alınır? 0'dan 1000'də 15 kub desimetr. Keçirəm 5-sinə. 1 kub desimetri millimetrə çevirəm. 1 kub desimetri kub millimetrinə çevirəm. 5 tam 6 kub desimetr bərabərdir. 5 tam 6, yəni %506 vururam 1 milyona. 2 dənə 0 gedir. Yanında neçə dənə 0 olur? 4 dənə. Keçirəm 5-sinə, 6-sına. 6-sı da 2 tam %72 kub santimetr kub millimetrə çevirəcəm. Baxın buna. Olur 1 minə. Minə vuracam. 2 tam %2'ni, yəni 100'də 272'ni minə vuracam.
2 0 2 0 aparıb. Nə oldu? Kub millimetr. Keçirəm. 5,5 kub desimetre. Çevirirəm kub santimetre. Kub desimetr kub. 1 desimetrimiz neçə santimetrdir? 10 santimetrdirsə, kubu neçə olur? 1000 kub santimetr. 1000'e vuracağım. 5,5'i neye vuracağım? 1000'e vuracağım. Baxın, 10'da 55'dir də. Vururam 1000'e. 1 0 gedir. Nə alındı? 550 nəyə çevirdik? Kub santimetre. 7-ci tapşırıq idi da. Kub santimetre. Keçirəm. 0,1048 kub metre. Nəyə çevirəm? Desimetre. 1 metrimiz 10 desimetrdir. İndi 1 kub metrimiz neçə desimetrdir? Dırma yazmalıyım. 1000 kub desimetrdir. Yəni, buna nə deyirik? 1000'də 48 deyirik. Vururam 1000'e. 1000'e. Sıfırlar gedir. Nə alındı? 48 kub desimetr. Keçirəm 9'a. 9'uncu da deyir ki 84.000 kub millimetr. Neçə kub santimetrdir? Kub millimetr, kub santimetr. Baxın, 1 kub millimetr 0,1000'də 1, yəni 1000'ə böləcəyim. Demək, bu ədədi nəyə böləcəm? 1000'ə böləcəm. Kub santimetr. 1 metrimiz neçə desimetre idi? 10 desti. Ancaq kubu deyəndə 1000 olur. Bax, 1 metrimiz burada yazmışam. 1 metrimiz 10 desimetrdir. Desimetri metrə çevirəndə 10'a bölürük. O da kub deyəndə 1000'ə bölürük. 250 kub desimetri 250'ni böləcəm 1000'ə. Sıfırlar gedir. Vergiden sonra 2 ədəd olmalıdır. Demək, belə yazıram. Kub metr. Keçirəm 9600 kub santimetr. 1 desimetrimiz neçə santimetrdir? 10 santı. Kub santimetr deyəndə desimetrə çevirəndə, baxın, desimetrə çevirəndə 1000'ə böləcəm. 9600'ü böləcəm 1000'ə. 2 0 2 0 aparır. 9,6 kub desimetr alındı. Deyir ki 6 milyon kub millimetr metrin kub metrə çeviririk. 1 metrimiz 100'dürsə, kub metrimiz nə eləyir? 100'ün 1 metrimiz 100 santıdır. 100 santının içində 10 var, yəni 1000'dir. 1 metrimiz 1000 millimetrdir. Ancaq kuba çevirəndə 1000'i kuba 9 dənə 0 olur. Çünki 3 dənə 1000'dədir. Kub olanda 9 dənə 0 olur. Yəni
6 milyonu bölürəm 1, arxasında 9 dənə 0. 6 dənə 0-ı apardıq. Nə qaldı? 6-nı 1000-ə böləcəm. Da nə alınacaq? 0,6 kub metr. Keçirəm ikinci tapşırığa. Müqayisə üçün uşaqlar eyni ölçü vahidinə gətirəcəm. Baxırıq, desimetrə gətirməliyik. Bu üzdə yazıram 9 kub desimetr. 3 desimetrim, baxın, 1 santimetrimiz, belə eləyirəm. 1 desimetrimiz 10 santimetrdir. Onun da kubu, bıraxın, buraya yazmışam. 1 desimetr 10 santimetrdir. Bunun da kubu nə eləyir? 1000 eləyir. Ancaq santimetr desimetrə çevirəndə 1000-ə bölürük. O da nə alınır? 6 alınır. 3 üzrə 6 nə eləyir? 9, bu da 9. Nə elədi? 9 kub desimetr. Bərabərdir. İndi keçirəm, bunu santimetrin kubudur. Bunu olduğu kimi yazıram. 2000 kub santimetr. Bura baxırıq. 3 kub desimetr. 3 kub desimetri mən santimetrə çevirəm. Baxın burada. 3 kub desimetri santimetrə çevirəndə nə eləyir? 3000. Çıxılsın 87. Nə edir? 3, 9'dan 8, 1, 9, 2. 2913. Yine burada 2000 kub santimetr. Hansı böyük olur? Əlbəttə ki, bu tərəf. Bu ikincisi idi. Bu birincisi idi. İndi üçüncüsünə baxıram. Deyirəm ki, millimetrin kub millimetrə çevirin. 1 santimetrin neçə kub metr? 1 santimetrimiz 10 millimetrdir. Kubu deyəndə 5000 olur. 5000 üzərinə 81 gəlirəm. Nə alınır? 5081 kub millimetr. Bu da 5181 kub millimetr. İndi hansı böyük oldu uşaqlar? Bu böyük oldu. İndi keçirəm dördüncüsünə. Kub millimetri kub santimetrə çevir. 1 metrimiz 100 santidir. 100 santi kuba çevirəndə nə olur? 1 milyon. Çünki 100'ün kubu nə verir? 1 milyon. 1 milyonu 72'ni vuracağım 1 milyona. Yəni buna %72 deyirdi. Vururam 1 milyona. 2 0 2 0'ı apardı. Nə alındı? 720 min. 720 mindən 22 mini çıxıram. Uşaqlar, burada çıxmayacaqdım. Bunun ardını buraya yazacaqdım. Aha. Baxın, ondan 8, 9'dan 8, 2 çıxanda 7, 9, 9. Uşaqlar, orada yazıram. 8, 9'dan 2 çıxanda 7, bu da 9, bu da 9, 1, bu da 7. Yəni, düz getmişəm. Nə alındı? Bu ədəd alındı. O birisi neçədir? Aha. Baxın.
Demək, sağ tərəf, baxın, bura nə alındı? Ay, 22.000 idi. Uşaqlar, mən burada düz gedirdim. 22.000 düz yazırdım. Deyirəm, niyə 22 yazdım böyle? Orada niyə yazdım? Aha. Uşaqlar. Demək, çevirdim. Kub metri çevirdim kub santimetre. Yani 1 milyona vurdum. 1 milyona vurandan sonra yani 720 bin alınır da 720 bindən 22 bini çıxacam. 3 dənə 0 sona 3 dənə 0 sona 10'dan 2 8 9 burada 1 qalmış. 11'dən 2 9 bu da 6. 6000 69 698 min. Burada da 700 min var. Hansı böyük oldu? 700 min. Bu tərəf böyük oldu. İşarələri qoyum, uşaqlar. Sonra üçüncüdə necə idi işarəmiz? Bu şəkildə idi. Aha, indi 5-ciyə keçirəm. Beşinciyə keçirəm. Deyir ki, kub santimetr öz yerində qalsın. Biz buranı bir dənə desimetr, kub desimetri, kub santimetr. Bir desimetrimiz 10 santidir. Kubu deyəndə minə vuracam. 5000 olacaq. 5000 kub santimetrin üstünə 6 gəldim. Nə alındı? 5006. Burada 5060 alınır. Hansı böyük olur? Əlbəttə ki, bu tərəf. Geçirəm. Santimetri, millimetr öz yerlərində qalsın. 1 santimetrimiz 10 millimetrdir. Ancaq santimetri kub millimetrə çevirəndə, kub santimetrə, kub millimetrə çevirəndə minə vuracam. Nə eləyir? 0'dan %18'i minə vuram. %18'i vuracam minə. Nə elədi? 180. Çıxıram 25'i 5. 17'dən 2 çıxanda 5. Bir də 1. Nə elədi? 155 kub millimetr. Burada 150 kub millimetr. Hansı böyük oldu? 155. Belə baxırıq. Bir kub millimetr və kub millimetr. Santimetr kub millimetrə çevirəndə 1 santimetrimiz 10'dur. Onun da kubu nə eləyir? 1000 eləyir. Yəni 5'də 2 vurursun 1000. 10 5'e gedir. 200 alınır. O da 400. 400 üzərinə 175 kub millimetri gələndə nə eləyir? 575 kub millimetr. İndi keçirəm santimetr bu santimetr, desimetr, kub santimetrə çevirəm. 1 desimetrimiz 10'dursa 20'də 13'ü vuracam. Onun kubu nədir? 1000'dir. Baxırıq. 100'ü 20'yə böləndə 5, o da 50. 13'ü 50'yə vuranda 15, 650. 650'dən də 255 çıxanda 5, 14'dən 5 çıxanda 9, 5'dən 2, 3, 395 kub santimetr. Çevirirəm. 1 metrimiz 10 desimetrdir, 1 kub metrimiz də 1000'dir.
İndi mindir. 4'də 1'i vuracağım nəyə? Minə. 100 ilə 4 gedir 25, yəni 250. Bu 250'dir. Üstünə də 150, 160 gəlirəm. Neydi? 11 bir yada 410 kub desimetr. Keçirəm. 20'də 3 metri santimetr. 1 metrimiz 10 santıdır. Ancaq bir kub metrimiz neçə santimetrdir? 1000. 1000'ə vuranda 100'ü 20'ye böləndə 5 150. 150'dən 95.000 kub santimetri çıxıram. 1 metrimiz 10 santıdır. 1 metrimiz 10 santıdır. 1 metrimiz 10 santıdır. 10 santıdırsa bu səhvlik var uşaqlar. 1 metrimiz 10 santıdırsa 1000'ə vururuq. 1000'ə vuranda yəni 100 ay uşaqlar 1 metrimiz 100 santıda 100'ün də kubu verir 1 milyon. Uşaqlar bağışlayın. 100'ün kubu nə verir? 1 milyon. İndi 5, 5'in yanına da neçə dənə 0 yazıram? 4 dənə. 15, 150 min. 150 mindən çıxıram 95 min. Neydir? Minlər 3 dənə 0 sona atıram. 150'dən də 95 çıxanda ondan 5, 5. Nə oldu? 14'dən də 9 çıxanda 5. Nə elədi? 55.000 kub santimetr. Keçirəm uşaqlar 5-cisinə. Deyir ki, 1 desimetrimiz 10 santimetr. Əgər 1 kub desimetr neçə santimetrdir? 1000 kub santimetr. 1000 kub santimetr. 25'də 1000'ə vuracağım. Yaxşına bura baxıram uşaqlar. Deyirəm elə. Aha. Nə elədi? 440. Çıxılsın 355 kub santimetrləri çıxsam. Bundan 5. 13'dən də 5. 9. 8. Nə elədi? 85 kub santimetr. Keçirəm 6-cısına. Deyir ki, kub metri kub desimetrə çevirək. 1 metrimiz 10 desimetrdir. Kubu olanda onun kubu nədir? 1000'dir. 40'da 13'ü 1000'ə vuracağım. 0, 0 apardı. 100'ü də 4'ə bölən nə eləyir? 25. 13'ü də 25'ə vuracağım. 325. Demək, 40'da 13 kub metri desimetrə çevirəndə 1000'ə vururam. O da 325 kub desimetr. Üstlərinə gəlirəm 250. 5, 7, bu da 5. Nə elədi? 575 kub desimetr. Bu qədər uşaqlar, yorucu dərsdir.